Bakıda həkim bağ evində qaynanasını döydü. Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kərəm Yusifzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. İttihama görə hadisə 4 fevral 2025-ci il tarixində saat 15 radələrində Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən fərdi bağ evinin mətbəxində qeydə alınıb. Belə ki, təqsirləndirilən Kərəm Yusifzadə ilə qaynanası zərər çəkmiş Cəmalə Əsədova arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı Kərəm yumruqla qadının baş nahiyəsinə zərbə endirib. Hadisə nəticəsində zərər çəkmiş şəxsin burun, alın nahiyəsinə qançır kimi xarakterizə edilən bədən xəsarətləri yetirilib. Hadisədən sonra Kərəm Yusifzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsinin hökmü ilə o qeyd olunan maddə ilə təqsirli bilinərək aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Bununla yanaşı məhkəmə tərəfindən Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilərək təqsirləndirilən şəxs təyin olunmuş cəzadan azad edilib. Həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. Hökmdən narazı qalan Kərəm Yusifzadə apellyasiya şikayəti verərək Binəqədi rayon məhkəməsinin hökmünün ləğv edilməsini və ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsini xahiş edib. Qeyd edək ki, Kərəm Yusifzadə Bakıda fəaliyyət göstərən poliklinikaların birində sahə həkimi vəzifəsində işləyir.